Xoş gördük yenidən sizləri. Bugün dərsimizə ingilis dilində maraqlı sözlər var ki, onların bəzilərini yazmışıq və bu sözlərin videoya baxdıqda oradan həm tələffüzün, həm də tərcüməsini əldə edə bilərsiniz. Ona görə də hər birinizə diqqətli olmağa tövsiyə edirəm və uğurlar arzulayıram. Day, gün, mouse, ay, year, il, week, həftə, minut, dəqiqə, hour, saat, second, saniyə, ikinci mənası da elə ikinci deməkdir. Yesterday, dünən, today, bugün, tomorrow, sabah, the day before yesterday, dünən yox, sırağa gün. Bu sözləri diqqətlə baxdığınız üçün hər birinizə minnətdaram və videonu bəyənib paylaşmağı da unutmayasınız. Hər birinizə uğurlar arzulayıram.